Böyük şairimiz Tofiq Bayramın zəngin ömür yoluna və misilsiz irsinə həsr olunmuş Şair ömrü bədii sənədli filminin təqdimatı keçirildi. Şair Tofiq Bayramın həyat və yaradıcılığına işıq salan, duyğulu və sənədli bir hekayədir. Tofiq Bayramın döyüşkən ruhla yoğrulmuş poeziyası insanlara vətəni sevməyi, onu qorumağı və heç vaxt unutmamağı öyrədirdi. Filmdən aldığım təəssürat o qədər güclüdür ki, vallahi sözlə ifadə eləyə bilmirəm. Zalda bir dənə səs yox idi, pıçıltı yox idi. Buna görə mən bir də yaradıcı heyətə böyük minnətdarlığımı bildirirəm. Filmin ərsəyə gəlməsində əməyi olanlar ssenari müəllifi Günel Mehri, quruluşçu rejissor Ruslan Hüseyin, baş prodüser Elnur Teymuroğlu, prodüser İbrahim Ağazadə, quruluşçu operator Orxan Qurbanov. Şair ömrü adlanan bu bədii sənətli film Azərbaycan teleməkanında ilk süni intellekt kadrlarından istifadə olunan bir film kimi düşünürəm tarixə düşəcək. Tofiq Bayramın şeirlərindən ibarət bədii sənədli filmdir. Biz niyə məhz Tofiq Bayramın şeirlərinə nəzər saldıqda biz görürük ki, ümumiyyətlə həyatın bütün mərhələlərini əhatə edir onun şeirləri. Onun zəngin və çox şaxəli yaradıcılığı zaman keçsə də yaddaşlardan silinmir. Hörmətli Svetlana xanım Bayramova xüsusi təşəkkürümü bildirim ki, belə gözəl bir filmi ərsəyə gətirib.